İmam Hüseyn əleyhissalamın hərəminin giriş-çıxış qapılarının sayını, onların hər birinin öz adına və bəzilərinin xüsusi mənaya sahib olduğunu bilirsinizmi? Gəlin birlikdə bu müqəddəs qapıları tanımaqla ziyarət zamanı haradan gəlib haraya getdiyimizi, hansı qapının hansı istiqamətə açıldığını öyrənək. İmam Hüseyn əleyhissalamın hərəminin ümumilikdə 10 qapısı var. Bu qapıların hərəsinin öz adı və mənası var. Onlardan 4'ü kişilər üçün, 4'ü isə xanımlar üçündür. Qalan 2 qapı isə elə bir yerdə yerləşir ki, həm xanımlar, həm də kişilər o qapıların sağ və sol tərəfindən girib çıxa bilirlər. Bu qapıların adları və nömrələri hərəmin içərisində açıq və aydın şəkildə yazılır. Çöl tərəfdə isə xüsusi naxışlarla bəzədilmiş qaşların üzərində qapıların adları göstərilir. Bu qapılardan bir nömrəli qapı Babul Qiblə adlanır, yəni Qiblə qapısı. Bu hərəmin ən əsas və ən böyük qapısıdır. Adından bəlli olduğu kimi qiblə istiqamətində yerləşir. Bu qapı ancaq kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. Cəmaət namazlarının ilk sıraları bu qapıdan daxil olduqda başlar. Məhəmməd Füzulinin qəbri də bu qapının girişində yerləşir. 2 nömrəli qapı Babur Rica, yəni Ümid və Dilək qapısı adlanır. Bu qapı da adından bəlli olduğu kimi dua edənlərin, bağışlanma və ümid axtaranların üst tutduğu bir məkan kimi mənalandırılır. Bu qapı ziyarətgahın künc tərəfində ancaq kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. 3 nömrəli qapı Babul Qaziyəl Hacət adlanır, yəni hacətlərin qəbul olunduğu qapı. Bu qapı Beynül Hərəmeynin künc istiqamətindədir. Həmçinin bu qapı Beynül Hərəmeyn tərəfindən kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. Bu qapı dua və niyyətlə dolu qəlblərin qapısıdır. 4-cü qapı Babul Şühəda adlanır, yəni şəhidlərə açılan qapı. Bu qapı Kərbəla şəhidlərinin fədakarlığını və izzətini təmsil edir.